Hər kəs salamlayıram. Dostlar, bezmədiniz bu mövzudan ki, necə arıqlayım? Əgər əziyyətsiz, ac qalamadan arıqlamaq istəyirsənsə, karbohidratı qreçka ilə əvəz elə, mümkün deyil sən arıqlamayasan. Ətdir, balıqdır, toyuqdur, krevetkadır, nə gəldi yeginə. Amma yanında karbohidrat qreçka olsun. Doymursan, qreçkanı yenə çox yeginə. At ginə qiyməni, tomatlı, vur üstünə yeginə. Mümkün deyil də, yəni hardasa indi doyacaqsan da. Bir gün yarım kilo qreçka ye, sabah 450, sonra 400 qram, 350 qram, yavaş-yavaş bir də görəcəksən ki, sənin üçün bu kifayət edir. Bizim məqsədimiz nədir? Təbii yolla mədəni kişiləcək də. Ondan sonra sən bir dilim çörək yeysən, mümkün deyil ki, doymayacaqsan. Heç yeyə də bilməyəcəksən. Çünki niyə görə deyirəm ki, bu pəhrizə qoşulan insanlar elə 99% deyir ki, mən daha çörək yeyə bilməm. Çünki mədə kişiləndən sonra insan yemək istəmir. Adi orucluqda axşama deyirsən ki, çox yeyəcəm, yemək olmur. Biraz yeyəndə mədə ağrıyır. Vəssalam. Uzun sözün qısası qardaşım, karbohidratı qreçka ilə, yəni əvəz elə, vəssalam. Yəni mümkün deyil arıqlamayasan. Əsl o nədir? Depo yaratma. Hər kəsə uğurlar.